أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. Bismillah, elhamdülillah ve salatu ve selamu ala Resulillah. Rabbi şrah li sadri ve yessir li emri ve ahlul uqdeten min lisani yefqahu qavli. İmam Hasan el-Basri rahimahullah deyir ki, Leysel iman bit temenni ve la bit tehalli. Velakin ma vaqara fil qalbi fasaddaqathu el-amel. İman nə təmənni iləndir, nə də təhəlli ilə. Təmənni yəni istək, arzu və yaxud da təhəlli yəni özünü imanlı kimi göstərməklədir. Və lakin mə vaqara fil qalb, qəlbdə qərar tapan və əməlin də təsdiqlədiyi şey. İman başlanğıc olaraq insanın qəlbindən başlayır. Allah subhanahu wa ta'ala bu qəlbi insana ona görə verib ki, həmən qəlblə Allaha iman edə insan. Necə iman edə? Allahın yaratdığı köhnə ayətləri görə, Allahın göndərdiyi elçilərin dəvətinə icabət eləyə və Allah subhanahu ta'ala insanın qəlbinə o imanı yerləşdirir. Qəlb iman üçün yaradılır, başqa bir şey üçün yaradılmayıb. Demək, imanın yeri insanın qəlbidir, qəlbdən başlayır. Və həmən o qəlbdə olan iman insanı məcbur edir ki, həmən o imanın gərəkləri, vacibləri, əlamətləri insanın zahirində verir və insan görür. İnsanın əməlində ortaya çıxır. Peyğəmbər sallallahu aleyhi ve sellem hədisdə deyir ki, Ələ fil cəsəti mudğətun izə saləhət, saləhəl cəsəd kulluhu. İnsanın bədənində bir ət parçası var. Əgər o salih olarsa, bütün əzalar, bütün bədən, cəsəd salih olar. Ələ və hiyəl qalb, qəlbdir. Qalb ərəb kəlməsidir. Ərəb dilindən tərcümədə çevrilən deməkdir. Bizim Azərbaycan dilində qəlib sözü var, eşitmişsiniz. Nəyəsə bir şeyin içini doldururlar, çevirirlər. Qəlib, qalb, çevrilən deməkdir. Peyğəmbər sallallahu aleyhi ve sellem qəlblə bağlı qəlbi vəsf edərək deyir ki, Məsəlül qalbi kəməsəlül rişəti yuqallibuhər riyəhə bil fələt. Qəlb səhranın ortasında bir lələk kimidir, hansı ki külək o tərəfə bu tərəfə çevirir onu. Və buna binaən də Peyğəmbər sallallahu aleyhi ve sellem Allaha dua edir ki, Ya muqallibəl qulub səbbit qalbi alə dinik. Ey qəlbləri çevirən, qəlbimi dinin üzərində sabit et. Qəlb elə bir şeydir ki, bir anda imana tərəf də çevrilə bilər. İmanda olduğu vəziyyətdə imandan küfrə də çevrilə bilər. Çünki niyə? Elə yaradılış mahiyyəti ilə çevrilən bir şeydir. Və Allah təbaraka və teala insanların qəlbinə baxır. İnsanlar insanların qəlbinə baxa bilmir. Biz insan olaraq yalnız insanların zahirinə baxarıq. İnsanların qəlbinə hökm verməyi Allah bizə fərz etməyib. İnsanların qəlbini araşdırmağı da Allah bizdən istəmir. Yalnız insanların zahirinə hökm veririk. Lakin mümkündür ki, insanın qəlbi ilə zahiri eyni olmasın. Allah subhanahu wa ta'ala deyir ki, yəquluna bi əlsinətihim mə leysə fi qulubihim. Onlar qəlblərində olmayan şeyləri dilləri ilə deyirlər. Onlar, yəni kimlər? Münafiqlər. Qəlbində iman yoxdur, zahirdə özünü müsəlman kimi göstərir. Və minən nəsi mən yəqulu əmənnə billahi və bil yevmil əxir. İnsanlar içərisində elələri var ki, deyirlər, Allaha və axirət gününə iman edir, lakin onlar mümin deyil. Münafiqlərdir bu adamlar. Qəlbində yoxdur, lakin zahirində var. Ancaq həqiqi iman insanın qəlbindən başlayır və zahirdə, əzalarda, insanın yaşayışında görsənir. Biz bu dünyada insanların zahiri ilə mükəlləfik. Allah subhanahu wa ta'ala isə iman edən insanların müamiləsini qəlblərinə görə eləyir. Allah xas olan bir işdir. Peyğəmbər sallallahu aleyhi ve sellem Səhih Müslimdə keçən hədisdə deyir ki, İnna Allaha la yanzuru ilə əcsamikum və la ilə suvarikum. Allah sizlərin cisimlərinizə, surətlərinizə, başqa bir ləfzdə deyir ki, mallarınıza baxmır. Və lakin yanzuru ilə qulubikum. Qəlblərinizə baxır. Bir ləfzdə deyir ki, ilə qulubikum və əməlikum. Qəlblərinizə və əməllərinizə baxır. Qəlb Allah subhanahu wa ta'ala baxdığı yerdir. Və insanın qəlbində pis şeylər olur. Necə ki, insanın əzalarında pis şeylər olur. İnsan haram yer, içki içir, yalan danışır, qumar oynayır, zina edir. İnsanın zahirində olan pis işlərdir. İslam'a gəldikdə Allahın haram etdiyi bu işləri müsəlmanı fərz ki, tərk etsin. İnsanın əzalarında, əlində, gözündə,
cəsədində haramlar olduğu kimi qəlbində durur. İnsanın qəlbində kibir olur, insanın qəlbində həsəd olur, insanın qəlbində həqd, nifrət olur, buğz olur, insanın qəlbində riyakarlıq olur, insanın qəlbində pis şeylər olur. Əgər o pis şeylər oradan təmizlənirsə, iman orada rahat oturur və öz işini rahat görür. Ancaq insanın qəlbində həmən bu saydığın pis şeylər varsa, iman orada özünə yer tapa bilmir. Onun üçün nəfis təskiyəsi, qəlb təskiyəsi İslamın ən fərd əməllərindəndir. Çünki namaz qılırsan, dəstəmaz alırsan, qüsul alırsan. Hər bir şeyi insan istəyir ki, təmiz bir yedirsin və bu şəriət də bunu insandan tələb edir. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, "Tahur şatrul iman", təmizlik imanın yarısıdır. Lakin qəlbin təmizliyi zahirdə olan bu təmizliklərin hamısından daha əhəmiyyətlidir. Və Allah təbaraka və teala dünyada da insanların qəlbinə görə müamilə edir, iman edənlərin, axirətdə də qəlblərinə görə müamilə edir. Allah subhanahu və teala Fəth surəsinin 18-ci ayətində deyir ki, "Laqad radiyallahu anil mu'minin iz yubayi'unaka tahta ash-şəcərə." Allah ağacın altında sənə beyyət edənlərdən razı qaldı. Ridvan beyyəti Məkkənin fəthindən öncə sahabələr bir ağacın altında Peyğəmbər sallallahu əleyhi və səlləm beyyət etdilər. Allah azza və cəllə deyir ki, "Laqad radiyallahu anil mu'minin iz yubayi'unaka tahta ash-şəcərə." Ağacın altında sənə beyyət edən kəslərdən Allah razı qalmışdır. Fə'alimə mə fi qulubihim. Qəlblərində olanı da bilmişdir. Allah insanların qəlblərinə baxır. Allahın razı qaldığı o adamlar, o əshab Peyğəmbərə beyyət edən 1000 neçə nəfər insan. Allah subhanahu taala deyir ki, fə'alimə mə fi qulubihim. Qəlblərində olanı bilmişdir. Allah onların qəlblərinə görə müamilə edib onlarla və onlardan razı qalıb. Fəənzələ səkinətə aleyhim və əsabəhum fətxən qaribə. Onların üzərinə sükunət nazil etmişdir və onları yaxın bir fəthlə müjdələmişdir. Allah subhanahu ta'ala burada bir qeyd etdiyim insanlarda müamilə etdiyi şeyin dəlili var. Allah subhanahu ta'ala qəlblərə baxır. İnsanlar razı qalır, ancaq qəlbindən sən mükəlləf deyirsən, bilə də bilmərsən. Ancaq Allah insanlardan razı qalıb, cənnət müjdəsi verdiyi sahabələrdən deyir ki, qəlblərində olanı bilmişdi. Qəlblərində nə var onu da bilib Allah subhanahu ta'ala. Biz onu bilə bilmirik. Allah subhanahu ta'ala dünyada insanlarla müamiləni qəlblərinə görə edir. Və axirətdə də Allahla insan görüşə getdikdə, Allah subhanahu ta'ala insanı imtihan etdikdə, yekun insanın hökmü, qurtuluşu, nicatı qəlbi ilə əlaqələrdir. Allah subhanahu wa ta'ala Şuara surəsində 88-89-cu ayətlərdə deyir ki, "Yevmə la yenfa'u malun və la banun." Yevmə həmin gün nə mal, nə də övlad fayda verməyəcək. Yəni dünya malından nə qədər olur olsun, övladın nə qədər olur olsun, Allah qatında sənə onların bir faydası olmayacaq qiyamət günü. İllə yalnız nə fayda verəcək? İllə mən ətəllaha bi qalbin səlim. Səlim bir qəlblə Allahla görüşə gələndən başqa. Allah subhanahu ta'ala qiyamət günündə hər birimizin hökmünü qəlbimizə görə verəcək. İllə mən ətəllah, yalnız kim Allahla görüşə gəlib, bi qalbin səlim. Səlim yəni salamat, düz, təmiz qəlb. Təfsirçilər deyirlər ki, yəni ki, o qəlbdir ki, orada şirk yoxdur, orada riyakarlıq yoxdur, orada kibir yoxdur, orada həsəd yoxdur, tərtəmiz qəlb. İllə mən ətallaha bi qalbin səlim. Səlim qəlblə Allahla görüşə gələndən başqa. Bu iki şeydən, ayətdən öyrənir ki, Allah subhanahu ta'ala dünyada razı qaldıqları adamlara deyir ki, fəalimə mə fi qulubihim, qəlblərində olanları bildi. Axirətdə qurtulan insanlarla bağlı isə deyir ki, illə mən ətəllaha bi qalbin səlim. Səlim qəlblə Allaha gələn, Allahla görüşəndən başqa. Qəlb önəmlidir, hər şey qəlbdən başlayır. Əzalar sana tabidir. Əbu Hüreyrə radiyallahu anh deyir ki, "Əl-qalbu məlik." Qəlb məlik, kraldır. "Vəl-ədə cunuduhu." Əzalarsa onun əskərləridir. "Fə-izə tabəl-məlik tabət cunuduhu." Kral yaxşı olduqda əskərlər də yaxşı olur. "Və-izə xabusə əl-məlik xabusət cunuduhu." Kral xəbis, murdar olduqda əzalar da murdar olur. Pis insanlar olur, görürsən, hərəkətlər olur. Pislik onun qəlbindən qaynaqlanır. Qəlbindən gəlir ki, zahirə vurur. Və Allah Rəsulunun ümmətinin içərisində ən əfsəl insan Əbu Bəkr Siddiqdir.
Bu mövzu ilə bağlı onun həyatından bir misal verirəm. Bu mövzu, qəlb mövzusu. Demək, ləm yəkun Əbu Bəkr Əs-Sıddiq radiyallahu anhu fəqirən. Əbu Bəkr Əs-Sıddiq fəqir kəs deyildi. Kə Əbi Zərrin əv Əbu Hureyrətə. Əbu Zər kimi, Əbu Hureyrə kimi. Lakinnəhu kənə əfdəl minhum. Lakin Əbu Bəkr onlardan daha əfdəldir. Nə Əbu Zər, nə də Əbu Hureyrə kimi fəqir insan deyil, lakin hər ikisindən daha əfdəldir. Ləm yu'azzəb kəsirən misl Xabbab, əv Bilal, əv Sümeyyə, əv Yasir. Əbu Bəkr radiyallahu anhu nə Xabbab kimi, Xabbab bin Ərab müşriklər əziyyət verirlər Məkkədə ona. Nə Bilal üzərinə ağır daş qoyurdular. Nə Sümeyyə, Əmmarın anası, Yasir, Əmmar bin Yasir'ın adası, hansı ki Məkkə müşriklər onları öldürdü. Demək, Əbu Bəkr nə Xəbbab kimi, nə Bilal kimi, nə Sümeyyə kimi, nə Yasir kimi əzab görməyib. Müşriklər ona əziyyət verməyiblər. Lakin Əbu Bəkr onlardan əfdəldir. Ləm yusib bədənəhu fil qəzəvat. Döyüşlərdə heç vaxt bədən yarası almayıb. Yəni bədən döyüşə çıxıb döyüşəndə bədənindən yara almayıb. Kətəlhədə və Ubeydətə və Xalid bin Valid, misal üçün Təlha kimi, Ubeydə kimi, Xalid bin Valid kimi, onlar kimi bədən yaralar almayıb döyüşə çıxanda. Lakinnə kənə əfdəli minhum. Lakin onlardan, bunların hər üçündən əfdəldir Əbu Bəkr. Ləm yuqtəl şəhidən. Əbu Bəkr şəhid olmayıb. Şəhid kimi öldürülməyib. Fi səbilillah, Allah yolunda. Misal üçün, misli Ömər ibn el-Xattab, əv Hamzə bin Abdülmuttalib, əv Musab bin Umeyr, əv Sa'd bin Muaz, Ömər bin Xattab kimi, Həmzə bin Abdülmuttalib kimi, Musab bin Umeyr kimi, Sa'd bin Muaz kimi, bu şəhidlər kimi Əbu Bəkr şəhid olmayıb. Lakinnə kənə əfdəl minhum. Lakin Əbu Bəkr bunlardan əfdəldir. Bu şəhidlərdən əfdəldir. Mə sirrul əcib əlləzi sənə alə həzihil əzəmə əlləti ləm təsil iləyhə himamur rical. Bəs bunun sirri nədir ki, bu elə bir şeyə çatdı ki, bu sayılanlar çatmadılar. Nə fəqirliklə, nə cihadla, nə yarayla, nə öldürülməklə. Bir dənə bunun səbəbi var idi. Sıddıq kimə deyilir? Qəlbdən gələn bir şeydir. Yəqinliklə iman edən, şəhidlə risalət sahibi, Peyğəmbərin, Rəsulun, Nəbinin ortasında olan adamdır. Allah Subhanahu taala kitabına görə. Bir səbəbi var idi bunun. Necə ki, Ömər ibn Xattab radiyallahu anh deyir ki, Ləv vuzina imanı Əbu Bəkr bi imanı əhlil ard lərəcəhə bihim. Əbu Bəkrin imanı və bütün yer əhlinin imanı çəkilsə, tək Əbu Bəkrin imanı bütün yer əhlinin imanından üstün gələr. İmam Muzani deyir ki, Mə səbəqəhum Əbu Bəkr radiyallahu anhu bi kəsrətis salat və lə siyəm. Əbu Bəkr digər sahabələrdən nə çox namaz, nə də çox oruç tutmaqla, çox namaz qılıb, çox oruç tutmaqla onları ötüb qabağa keçmədi. Və ləkin bir şeyin vəqərə fil qalbihi. Nə etsə o qəlbində olanla bağlı idi. Qəlbi ilə bağlı olan bir şey idi. Və demək, nəyə göstərir bu Əbu Bəkrin fəziləti insanlara? Deməli, nədirsə üstünlük Allah qatında Əbu Bəkrin digər şəhidlərdən, İslama görə digər əziyyət çəkən sahabələrdən, başqalarından üstün olmasının səbəbi nə isə qəlbində olanla bağlı idi, qəlbi ilə bağlı idi. Bu da yenə qəlbin nəyini bildirir? Önəmini bildirir. Allah qatında, Allahın dilində, kitabda, sünnətdə qəlbin əhəmiyyətini, önəmini bildirir ki, Allah dünyada da müamiləni insana fəziləti qəlbinə baxaraq edir, verir. Ayətdə dediyi kimi, fəalim Allah mə fi qulubihim, qəlblərində olanı bildi. Ahirətdə də Allah Subhanahu taala insanlarla qəlblərinə görə müamilə edək. İllə mən ətəllaha bi qalbin səlim. Yalnız Allahla səlim, təmiz qəlbindən görüşə gələnlər istisna. İndi bu dəlili, bu zikri, bu Allahın kəlamını, Əbu Bəkrin qissəsini, başqalarından fərqlənən o qəlbi ilə bağlı olan cəhədini biləndən sonra ağıl sahibi müsəlmana nə öyrədir bu şey? Önəmli olan qəlbdir. İman etdikdən sonra Allahla münasibətdə, Allahla sənin iman vasitən qəlbindir. Qəlbinin vasitəsi ilə Allaha gedirsən. İman qəlbindədir. Allah sənin qəlbinə baxır,
qəlbinə görə səndən müamilə edir. Qiyamət günü də hökmünü qəlbinə görə verəcək. Qəlb önəmli bir şeydir. İnsan həyatını, yaşayışını, ibadətini, itaətini həmin o qəlbini İslamın üzərində qurmalıdır mütləq. Zahiri süsləməklə, bədəməklə qəlb islah olunur. İnsan qəlbini İslamla nə olmalıdır, məşğul olmalıdır. Subhanakallahumma və bihamdik, əşhədu an la ilahe illə ənt, əstəğfiruka və etûbu ileyk.